Bir daha hər vaxtınız xeyir olsun dəyərli tələbələr. Qaldığımız yerdən növbəti qəbul suallarının izahı ilə davam edirik. Eyni ilə eyni imtahan, yəni 21 dekabr 2024 gömrük orqanlarına qəbul imtahanında sizə bir sual nümunəsi izah edəcəm ki, bir sualla 2 sualı artıq avtomatik bilmiş olacaqsınız. Nədir bu? Ümumən dünya görüşüdə çox istifadə olunur müqayisəli təhlil. Adətən bu müqayisəli təhlillərdə Azərbaycan 1-ci, 3-cü Respublika dövrü ola bilər, Çar Rusiyası, Sovet Rusiyası dövrünün müqayisəsi ola bilər ki, elə qəbul sualı deyəcəm sizə. Deyir ki, Çar Rusiyası ilə Sovet Rusiyasının Azərbaycan tarixi üçün oxşar cəhəti. Məsələn, orada doğru cavab çıxmışdı, neft sənayesinin inkişaf etdirilməsi. Tələbələr adətən bu sualı niyə səhv yazırlar? Düşünür ki, Rusiya niyə bir sahəni inkişaf etdirsin, Azərbaycana xeyir verməz. Amma bir məsələ var, bizim üçün etməyib bunu. Öz mənfəəti üçün edib. Ona görə də bu doğru cavabdır. Və yaxud da ikinci eyni imtahanın qəbul sualı. Deyir ki, Azərbaycan Sovet Rusiyası ilə müstəqil Azərbaycan Respublikasının ortaq cəhəti. Məsələn, orada doğru cavab çıxıb, Azərbaycan dilində qəzet jurnalların nəşr olunması. Sovet dövründə nə zaman olub? Misal çəkim sizə. Məsələn, İmam Mustafayev dövlət dilini Azərbaycan dilində elan etmişdi. Bu zaman onun dövründə Azərbaycan dilində qəzet jurnallar çıxırdı. Bununla əlavə olaraq, hətta İrəvanda belə Azərbaycan dilində o dövrdə qəzet jurnal çıxırdı deyə, bu hər ikisinin oxşar cəhətidir. Sovet dövründə də, müstəqillik dövründə də. Yəni, siz dərsləri oxuyarkən, dünya görüşündən hazırlaşarkən, tarixi dünya görüş hissəsində mütləq müqayisəli təhlilə nəzər yetirməlisiniz.